Salam, hər vaxtınız xeyir. Bugün həndəsənin əsas anlayışlarından test 3-ə baxacağıq. Deməli, bizdə soruşur birinci sualda x üstəgəl y tap. Gəlin baxaq. Burada bax bu üç xətt paraleldir. 1, 2, 3 bunlar paraleldir. Bu isə 115-dirsə 115-in qonşusu deməli olacaq neçə? 65. 65. X-la da 65 çarpaz bucaqlar olduğuna görə x də oldu 65. İndi gələk baxaq digərinə. 30-dursa qarşılıqlı bucaqlara görə bu hissədə 30 dərəcə olacaq. İti bucağımız 30-dursa daxili bir tərəfli, kör bucağımız deməli 150-dir. Bax bu şəkildə olanda tam belə kruq olanda 360 dərəcə olur. Bura 110-dursa onda y-in cavabı bura 150-dirsə onda 360 olmalıdır da bax bu şəkildə kruq. 360-dan 150-ni çıxanda nə qalar? 210 qalar. Bizə deyir x üstəgəl y tap. X üstəgəl y bərabərdir. 210 üstə 65, 275. 275. Birinci sualımızın cavabı A variantı. İkinci sualda görək nə deyir? 130 dərəcəyə bərabər olan ABC bucağının tərəfləri arasından ixtiyari BD şüası keçib. Kör bucaq çəkək. 130 dərəcə. Deməli, ABC. BD şüası ixtiyari keçmişdi. BD şüası keçmişdi. ABD və bucaqların tənbölənlərinin əmələ gətirdiyi bucağın dərəcə ölçüsündə ixtiyari şüa keçir. Bu 130-dur. Məsələn, bura tutaq ki 30 olub, burada 100 olub. İndi bunun ikisinin tənböləni arasında bucağı istəyir. Gətirib buradan bir dənə belə tənbölən qoydum, bir dənə də belə tənbölən qoydum. Tənbölən idisə, məsələn, bura 100 idisə nə olacaq? 50, bura 30 idisə olacaq 15. Bu iki tənbölən arasında bucaq 50 ilə 15, 65. Təbii ki, bu hansı cürə olur olsun, yəni nə dərəcədə bölür bölsün, bütöv 130-dursa, bunları da müəyyən hissəyə ayıranda onların tənbölənləri arasındakı hissə 65 həmişə olacaq. Üçüncü sualımıza baxaq. Üçüncü sualda bizə deyir ki, bunlar paralel düz xəttləri, iki paralel düz xəttdə üçüncüsü ilə kəsməsindən alınan bucaqlardır. Bu hissə ilə bu hissə. Biz bilirik ki, biri iti, biri kör bucaqsa, deməli cəmi 180 ilə getməliyik. Onda 4x üstəgəl 9, üstəgəl 2x çıx 3 bərabərdir 180 olar. 6x bərabərdir. Bərabər 9-dan 3 çıxanda 6 digər tərəfə çıxma ilə gedir 174. X da bərabərdir 2 dəfə 12, 29. X-ə neçə tapdıq? 29. 2 dənə bizdən 2x-i soruşur. 2-ni də 29-a vuranda neçə eləyəcək? 58. A variantı. Dördüncü sualımıza baxaq. Bu tip toplu testində də var. Bizdə 3 düz xətt. 3 düz xətt olsa da biz bilirik ki, bax bu formada bütöv bizə neçəni verir? 360 dərəcə verir. COD bizə COD-dir, ancaq mən bunu x-la yazacağım. Bura o-dur. COD. Bu hissə oldu x. KOD. Burada bir dənə y yazaq. Bu birisinə də KOC-yə də bir dənə z yazaq. Aha. Gələk baxaq. Bizə deyir COD çıx KOD 61. Yəni x çıxılsın y bərabər 61. COD x çıxılsın KOC Z bu da bərabərdir deyir nəyə? 53-ə. İndi biz özümüz də bilirik ki, bunun üçünü də toplayanda nəyə bərabər olmalıdır? 360. X üstəgəl y üstəgəl z də bərabər olar 360. Gəlib onu sistem təmini ilə həll eləyək. Tərəf-tərəfə toplayanda y-lər gedəcək, z-lər gedəcək. 3 dənə x bərabərdir. Deməli 4, 6 ilə 6, 12, 5 də bu 17, 7 yazaq. 1 yadda 3, 474. X da bərabərdir. Bir dəfə 17-nin içində 5 dəfə 24, 154. X-i tapdıq. X neçə oldu? 154. Bizdən də elə COD-ni soruşduğuna görə cavabımız 154 deyirəm, 158 olar. Cavabımız oldu C variantı. 5-ci sualımıza baxaq. 5-ci sualda bu şəklin özünün qısa bir düsturu da var idi. Başqa cürdə tapa bilərik. 140, 165,
Bu hissə isə x. Biz bilirik ki, x-i tapanda 165 ilə 140-ı toplayıb alınan cavabdan 180 çıxırıq. Qısaca belə də tapa bilərik, amma bunun özünün normal tapılma qaydası əslində belədir. Biz bunu deməli gətirib buradan tamamlayırıq 3 bucağa. İndi gəldik, baxdıq. Bu hissə 140-dırsa, onda bura cəmi 180 olmalıdır. Bir iti bir kör. Daxili bir tərəflə bucaq. Bura 40 oldu. Bu da bundan üzbəyiz bu hissə də 40 oldu. İndi bura baxaq. 165-dirsə, bunun qonşu bucağı 15 olar ki, 180 eləsin. İndi kiçik 3 bucağı alındı burada. 3 bucağın bucaqları cəmi 180-dir deyə 15 üstə gəl 40 üstə gəl x bərabərdir 180. X da bərabərdir. Deməli 55 çıxanda 180-dən 55 çıxanda 125 dərəcə olar. Cavab C variantı. Amma qısa qaydası da var idi. Bu ikisini toplayıb alınan cavabdan 180 çıxıb x yerinə yaza bilərdik. 6-cı sualımıza gələk baxaq. Görək 6-da nə deyir? 6-da şəkli bir də çəkmək istəmirəm. Bunun qısaca qaydası var idi. Sol tərəfə açılan bucaqların cəmi sağ tərəfə açılan bucaqların cəminə bərabərdir. Yəni x üstə gəl 19 üstə gəl 31 bərabərdir 45 üstə gəl 35-ə. Bizdə burada oldu 40 50 x üstə gəl 50 bərabərdir 80-ə, x da bərabərdir 30-a. C variantı. 7-ci sualımıza baxaq. Bunun da özünün qaydası var idi. Yenə bu xətləri biz uzadıb ixtiyari cürə ilə tapa bilərik, amma şəklin özünün qaydası var idi ki, bu kənarları toplayanda 8x-in üstünə 4x gələndə bərabər olmalı idi. Nəyə? 132-yə 12x bərabərdir 132, x da bərabərdir 11. Səhv eləmirəmsə. Bizdən soruşur BCL-i. BCL 4x-in qonşusudur. 4x 44-dür. Bax, bizdən bu hissəni soruşur da. Bax, buranı soruşur. Bura 4x idisə, x da 11 olanda bura oldu 44. 44-ün də qonşusu neçə olar? 136 olar. Deməli, bu hissə neçə oldu? BCL. BCL. 136 dərəcə. D variantı. Gələk 8-ci sualımıza baxaq. 8-də bizə deyir ki, A-nı tap. Gələk görək A-nı necə tapa bilərik. Bu da asan idi. Bu formada olan şəkil, bunun da özünün şəklin qaydası var idi da. Belə formalı olan şəkli tapanda, bax buranı tapanda, buradan bu hissəni çıxmaq lazım idi. Bizdə indi bura A-dır, bura C-dir, bu hissədə B-dir. Onda A bərabərdir. C çıxılsın B. C çıxılsın B. Aha, əslində C çıxılsın B. Belə olmalıdır bizdə. Prosta burada A-nı niyə B? Hə, var. Elə bildim variantda yoxdur. C variantı. C variantı. Elə bildim verməyib. Deməli, 9-a gəldik, baxdıq. Deyir, cəmi 90 olan bucaqlar 2-3 nisbətindədir. Bu bucaqların fərqini tap. 2K üstə gəl 3K bərabərdir 90-a. 5K bərabərdir. 5K bərabərdir 90-a. K bərabərdir 18-ə. 18-ə. Bu bucaqların fərqini tap. 3K-dan 2K-nı çıxanda eləyir 1K. K-nın da cavabına 18 tapmışıq. A variantı olar. Gələk növbəti sualımıza baxaq. 10-cu suala. Qonşu bucaqların cəmi onların fərqindən 5 dəfə böyükdür. Qonşu bucaqların, deməli, 10-cu suala baxaq. Qonşu bucaqların cəmi x üstə gəl y bilirik ki 180-dir. Deyir, bunların fərqindən 5 dəfə böyükdür. 180 nədən 5 dəfə böyükdür? 180-i təbii ki 5-ə bölərik. 3, 36-dır səhv eləmirəmsə. Aha, gələk indi deyir ki, kiçik bucağın böyük bucağa nisbətini tap. Hansı ədədlərdir? Sistemlə eləsək 2-dən x bərabərdir. 6, 216. 216, x da bərabərdir 108. Biri 108-dir, o biri y-də 72-dir təbii ki. Biri 108 oldu, biri də 72 oldu. Bizə deyir, kiçiyin böyüyə nisbətini tap. 72 bölünsün 108-i tapırıq. 9-a ixtisar eləsək, 9-a böləndə 8, 9-a böləndə 12, 4-ə böləndə 2, 4-ə böləndə 3. Deməli, cavabımız oldu 3-də 2, C variantı. 11-ci sualda isə görək nə istəyir. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 40 dərəcə böyükdür. Biri x-dır, biri isə x üstə gəl 40-dır. İki düz xət kəsişməsindən alınan bucaqlar belədir də. Bax, biri itidir, biri kördür. Cəmi mütləq 180-dir. Bu
Bu bucaqlardan kiçiyini tapın. Bərabərdir 180 isə 2x bərabərdir 140, x bərabərdir 70. Biri 70'dir, o birisi 110. Bizdən kiçiyi soruşduğu üçün B variantı olar. Gələk 12-ci sualımıza. Görək 12 nədir? Deyir ki 165 dərəcəyə bərabər olan COB bucağı. COB dərəcəsi də 165'dir. OA şurası keçir. Buradan bir dənə OA şurası keçdi. COA və AOB-nin dərəcə ölçüləri COA-nın və AOB-nin dərəcə ölçüləri 1/2 nisbətindədir. Yəni bura 1K-dır, bura 2K-dır. Hamısı bir yerdə bilirdik ki, özü vermişdi ki, COB 165'dir. Bunda 3K bərabərdir 165'ə, K da bərabərdir 55'ə. 55'ə. Bu bucaqları tapın. Biri 55'də, o birisi də 2K olduğuna görə 110 oldu. Təbii ki, D variantı. 13-cü sualda COD 120x plus y tapdı da çox sadə, primitiv sualdır. Biz bilirik ki, bax bu düz xət hamısı bir yerdə 180'dir. Bura 120'dir. Onda x-la y-in də cəmi 60 olar da. Y neçəyə bərabər oldu? 60 dərəcə B variantı. 14-cü sualımızda. 14'də deyir ki, x-i tapın. Daxili bir tərəfli bucaqların cəmi həmişə nəyə bərabər olur? 180 dərəcəyə bərabər olur. Bura 6x-dir, bu isə 3x-dir. Onda oldu 9x bərabərdir 180'ə, x bərabər oldu 20'yə. A variantı. 15'ə baxaq. 15'ə. 2 düz xət kəsişməsindən bura 2x-dır, bura isə 3x-dır. Biz bilirik ki, bir iti bir kördürsə yenə cəminə tez 180 qalacaq. 5x bərabərdir 180, x bərabərdir 36'ya. C variantı. 16-cı sualda. 16-cı sual yenə zigzagdır. Zigzag forma görən kimi tez yadınızda saxlayırsınız ki, içəriyə açılan bucaqların cəmi çölə açılan bucaqların cəminə bərabərdir. Yəni sağa sola ilə daha doğrusu baxsaq daha yaxşı olar. Bir tərəfə açılanlar 50'dir, digər tərəfə təkcə açılan alfadır. Onda alfa bərabərdir 20 ilə 30'un cəmi neçə olar? 50. C variantı. 17-ci sualımıza baxaq. Bu da çox primitivdir. Deməli, 2 düz xət kəsişməsindən daxili bir tərəfli bucaqlarda 5 alfa, 4 alfadır. Yenə bir iti, bir kör bucaqda 9 alfa bərabər cəmi 180 olmalıdır. Alfa bərabər oldu 20'yə. A variantı. 18-ci sual. Bu da bayaq dediyim sualdandır. Deməli, necə olacaq? Kənarların cəmi orta hissəyə bərabər olacaq. Bu hissəni də bizə verib 20. Deyir ki, x üstə gəl y bildik ki, nəyə bərabərdir? 20'yə. Sonra da bizə verib ki, x 3y-ə bərabərdir. X-i götürüb yerinə 3y yazsam, 4 dənə y bərabərdir 20'yə, y bərabər olacaq 5'ə. Y-i tapın, elə 5 oldu B variantı. 19'a baxaq. 19'da nə istəyir bizdən görək. 19'da deyir ki, iki qonşu bucağın fərqi 50'yə bərabərdir. Yəni x çıx y bərabərdir 50. Özümüzdən də bilirik ki, qonşu sözü eşidən kimi tez yazmalıyıq. X üstə gəl y 180 dərəcə. Y-ləri silsə 2 dənə x bərabərdir 230'a, x bərabərdir 115'ə. X-i tapdıq 115. Bizdən nəyi soruşur? Bu bucaqların nisbəti. Biri 115 isə təbii ki, o birisi də 75'dir. Ki 75 yox, 65. 65'dir ki, cəmi 180 eləsin. İndi deyir, bunların nisbətini tap. Kiçik bucaq yuxarıda olsun, böyük bucaq aşağıda. 5'ə ixtisar gedəndə 13, 5'ə ixtisar gedəndə 2, 23. 23'də 13. A variantı. Sonuncu 20-ci sualımıza baxaq. Bucağa qonşu olan iki bucağın cəmi 160'dır. Gəl görək bu bucağa qonşu iki bucaq haradır? Bax, bucaq bura olsun alfa. Buna qonşu biri haradır? Bu yüzdür. Biri də haradır? Bu biri tərəfdir. Çünki qonşu yanaşı olanlara deyilir. Deyir, 2 dənə bucağın cəmi 160. Yəni, burayla buranın cəmi 160'dır. Biz də bilirik ki, qarşı-qarşıya duran bucaqlar həmişə bir-birinə bərabər olur. 2 dənə x 160'dırsa, hərəsi neçəymiş? 80 dərəcə imiş. İndi bizdən bunu soruşmur. Bucağımızın, bayaq bizə sual vermişdi ya, bucağa qonşu. Bunu soruşur. 80'in qonşusu həmin bucağımız özü nə imiş? 100 dərəcə imiş. B variantı. Bugünlük bu qədər. Növbəti mövzuda.